Gördüyünüz bax bu ərazilər təbii bərpa nəticəsində sıx bir meşəlik əmələ gətirir. Təbii ki, bu yaxınlıqda bitən fıstıq ağaçlarının bir çoxları məhv olacaq, amma nəticədə genişlənən ərazilərdə yaxşı bir meşə quruluşu əmələ gələcək. Buralar haqqında qısa bir məlumat verim. Deməli, 2008-ci ilə qədər görünən bax bu ərazilər meşə təsərrüfatı mərkəzinin əraziləri idi. O zaman bu ərazilərdə təbii ki, demək müəyyən qaydalar çərçivəsində sanitar qırmalar və s. Baş verdiyi şahidi olunurdu. Ancaq 2008-ci ildən sonra bu ərazilər milli park olandan sonra tamamilə əraziyə giriş qadağan edildi və məhdudlaşdırıldı. İndi həmin vaxtilə açılmış ərazilərə girək. Bax, nəticə göz qabağındadır. Nəticə budur. Sadəcə biz təbiət ərazilərini xüsusi qorumaya almalıyıq.